Hamıya salamlar. Bir neçə gün əvvəl Çexiyada, Praqada olanda bir abidəni gördüm. Həmin abidə totalitar rejimin qurbanlarına həsr olunubdu. Və həmin abidəni görəndə Azərbaycan insanı yadıma düşdü. Elə bil ki, o heykəllər Azərbaycan insanın indiki dövrünü əks etdirir. Yəni, siz Azərbaycan insanın kənardan yenə də yaxşı görünməyinə baxmayın. İçi, bax, o heykəllər kimidir. Çünki Azərbaycan insanı totalitar rejimdən daha betərinə yağışdan çıxıb yağmura düşdü. Yəni totalitar rejimdən çıxıb heydərizmə düşdü. Beləliklə əzizlərim, o heykəllərə baxın və bilin ki, Azərbaycanda heydərizmin qurbanları bax onlara oxşayır. Hamımız qurbanıq. Çoxluq öz düşüncəsi ilə belə sistemi qurdu və onun uzanmasının da səbəbi çoxluğun düşüncəsindədir. Azlıq isə çoxluğun oduna yanır. Və o çoxluq gördüyünüz o heykəllərdədir. Bax, heydərizmə, əvvəl totalitarizmə, sonra da heydərizmə qul olanlara sözüm budur. Əzizlərim, bax o heykəllər sizi xatırladır. Bütün postsovet məkanları, hətta sosializm düşərgəsinə mənsub olan Şərqi Avropa ölkələri totalitarizmdən xilas olmaq üçün mübarizə apardı. Hətta Praqada Praqa baharı oldu. 1968-ci ildə Sovet tankları qan içində onu boğdular. Amma onlar pəs etmədilər. Bütün respublikalar, bütün sosialist düşərgəsinə məxsus ölkələr özlərini xilas edir. Amma Azərbaycan və Rusiya daha betərimə gətirib çıxartdı. Çexiyada, Praqada o heykəllər mənə bax o sistemi, qul, totalitar sistemin daha eybəcər formasını yaradan heydərizm və putinizm kütləsini xatırlatdı.